Salam salam uşaqlar, necə düzüm edirəm, yaxşısınız? Bu videomuzda sizə ilə birlikdə Granny Chapter 2-nun ikinci bölümünə daha qarşınızdayım uşaqlar. Uşaqlar, bu videomuzda sizə ilə birlikdə yenidən Granny oynayacağım. Yəni çoxdan da girmirdim. Yenə Fəzai dayıdan Nərgiz xalanın sözlərini işləyəcəyik. Ürək sözlərini işləyəcəyik yəni bu dəfə. Nəysə uşaqlar, video keçmədən öncə aşağıdan kanala abunə olub like atmayı unutmayın. Sizdən xahiş edirəm bu videoya gözəl bir dəstək göstərin. Yəni abunə olun məsələn. Çünki abunəm çox azdır bilirsiniz ki. Gördüyünüz kimi uşaqlar, burada yenə modlarımız var. Keçən dəfə easy oynamışdıq. Bugün normalda oynayacağım. Daha sonra hardda, zatda oynayaram. Normalda bitirə bilərəmmi? İnanmıram bitirəcəyimi. Çünki o qədər də yaxşı oynamıram yəni Granny Chapter 2-nu. Day 1, gün 1. Namna bunun duruşuna bax, bunda nə dəyişkənlik olsun hədə. Üstündə geyindiyi də bilmirsən, kolqotqadır, retuzdur, bu nə dala geyinmirsən, hə, utansan sən. Hala bir də bu yerdə döşəmə səsləri var. Yəni yerdən, patologdan səslər çıxır. Gördüyünüz kimi Granny səsimizi eşitdi gəlir. Ona görə biraz diqqətli olmalıyıq uşaqlar. Hə, kravatın altına girdim. Sən mən yoxam. Fəzai dayının canı üçün mən yoxam. Sənin canın üçün mən yoxam. Sənin o 36 yarım ayaqların üçün mən yoxam. Uşaqlar, biz keçən dəfə moddan qaçmışdıq. Bu günlərim sizlərlə birlikdə qapıdan qaçacağım. Uşaqlar, indi bir dənə səs elədim. Nənəmizi gözləyirik, nənə gəlsin. Uşaqlar, turboyu bas. Bu Mozambikdən gəlib. Hardan gəlib? Buna bax. İndi buraya alsaq, burada nə var? Glass fuse. İşimə yaramaz. Fəzai dayı hardadır görəsən. Bir dənə bunu basım. Bura. Uşaqlar, buradan işimiz qutardı. Niyə yuxarıya çıxaq yenidən? Bu nənə gözat hardadır bu? Çoxdan da mən də bu anı gözləyirdim. Bayaqdan versən hə bunlar mənə. Oy! Nərbala deyə qanağanım, Kaladeniz. Sənin ağzına nəhlədə. Allah rəhmət eləsin. Yaxşı insanlar idi. Bu yaxşı insan idi. Bunun boynunun dalına baxım. Oy bilə, əlim yandı. Dayının boynunun dalını gördük. Bilə kamaz keçərik oradan. O nə boyun dalda la? Buradan benzin çıxdı. Benzin lazım deyil. Biz qapıdan qaçacağıq. Bizə benzin lazım deyil ki. Gedim silahımı götürüm tez baza, necə bunlar qalxacaqlar. Fəzai dayı, arvadın getdi gələ. Bax bu niyə belə öldü Allah? Səs dəyişdim. Belə qulaqları kardır, yoluna nəhlə dolanır. Məndən 5 betər. Bədbəxt uşağı bədbəxt. Nə gündəsiniz sizə? Oba, baba sən necə öldün? Sən necə getdin? Sən necə o biri tərəfsən? Ya görün belə lok. Hə uşaqlar, bura yenidən gəldim. Yuxarıya çıxaq. Burada bizə parça ehtiyacımız var. Bir dənə handfill tapa bildim. Hə, crowbar lazımdır. Qapı üçün crowbar lazımdır bizə. Bot key. Hə, lazım deyilik. Sən elə parça verirsən. Gəl. Cəng, sən getdin. Xanım de, xanım. Pəridir, pəri. Ölmədən qabağımda. Vay bilə, lənət say kör şeytan. Cəng. Gördünüz uşaqlar nətər vurdum. Bu uşaq bacarırdan ha. Bəlkə deyirəm qaçasan. Diriyibsən mavi. Baxın görün bu Azərbaycanlı yoxşuyur maç. Oy, maya kırası. Buradan da helikopter açar çıxdı yenə işimə yaramaz. Ay bilə, parça yaxşı vermir. Yəni mən nə eləyəcəm indi mən? Buradan açaq, buradan nə çıxdı? Bant. Mən nə edirəm bantı? Mazot danışan. Ay bilə, Granny də gəldi ya. Nə çıxdı sevki. Oy bilə Granny. Oy bilə. Bəxtiyar sənin aşkındır. Sənin aşkındır Bəxtiyar. Salma cavab ver. Ay day, sənin ağzına Day 2, gün 2. Mən qaldığım yer çox pisdir. Elə bir həbsxanada yaşayıram. Həbsxanadakılar belə buradan yaxşıdır. Bir yerə bax mamır bağlayıb. Burası sudur yəqin ki uşaqlar. Ustaya veriləs pulunuz yoxdur. 30 manat verin buraları rəhləsin dana. Bura aşağı tərəf deyə dışlayıblar buranı. Uşaqlar bir dənə haçarım var idi mənim. Haçar oraya getdi. Bu haçar nətər bura gələ bildi? Nəysə. Ya Allah, bundan gözəl bir parça vermə. Burada nə var? Ay sağ ol. Mən də bunu istəyirdim də. Mən də səndən bunu istəyirəm də. Parça götürün, yallah, bismillah, getdik. Oy bilet. Gəldi. Qaç. Sana. Səndən ama xeyir gələcək. Ay bilə. Bu Granny hardan çıxdı? Sonra haqqı zarafat bir qırağa çətinləşdiriblər. Normal modu biraz çətin oldu. Hələ normal mod belə çətindir deyirəm. Yo, indi mən ekstremdə artdan ağaracam, palit eləməyim. Tam qazdan gələcəm, indi yuxarıya çıxacam uşaqlar. Ay can. Mən də səni xəyal etmirəmmi gecə vaxtı? Hər gecə səni xəyal edib yatıram mən. Ay can. Əlindəki sopaya bax. Qocadır, ancaq sopasını əlində elə tutur ki, eski topraq deyil, eski topraq. Buranı da qırdıq uşaqlar. Ay bilə, eski toprağın da ağzını indi söydürəsiniz ma. Qaç gəldi, özünü hörmət eləməyən qaç. İndi sənin arvadın da gələcək. Valorant oynayıram elə bir. Crowbardan aşağı qaldı. Gedək crowbardan da o ev açaq uşaqlar. Bir dənə door handle qaldı, qapı qulpu. Danışamadım biraz, qapı qulpu yeri var ya, bir dənə o qaldı. Gedək birinci biz crowbardan qapı yerini açaq uşaqlar. Ondan sonra gələrik bura.
Deyəsən bir dənə parçamız qaldı. Door handle da alıb buradan qaçırıq böyük ehtimal. Bir dənə də pedlock var. Ayda. Promo uşağın yanına. Promo uşağın yanına. İndi uşaqlar buranı açaq tez bazar. Gəl Greni gəl. Ha, Qasım, gedim gəlim, qayadan asım. Sən getdin üzrsən o bir tərəfsən. Gəl lok. Ay sağ gəl böyle duraq. O film izləyən sevgililər var ya, onlara oxşayaq. Mən həmişə aşkımı içində yaşayan idim. Şöyle bir özə verə bilmirdim. Mən bundanam da. Səndən yox. Səndən yox nə dalar? Ay bilə. Səhv dedim el cümləni. Gördünüz ki uşaqlar, iki sevgililər öləndə də ikisi yan-yana öldülər. Gəlsəniz bu uşağı öldürəyin. Bunların bir dənə uşağı var gözə bir dənə onu öldürüm. Başqa yer tanımıram çünki. Yəqin ki buradan çıxar da. Gəl görmə bura. Ay balda pox. Ay sağ ol. Qap yurt. İndi gizlən burada. Burada gizlən. Qurtuldum deyəsən uşaqlar. Pedloku əlimə aldım. Bir parçanı da tapdıq. Bir dənə qapı qulpu qaldı. Qapı qulpunu hardan ala bilərəm? Böyük ehtimal tabutdan çıxacaq uşaqlar. O vampir var ya, vampirdən çıxacaq böyük ehtimal. Gələ Greni, səndən qorxmuram. Səndən qorxan sənin kim olsun? Gəl görüm. Yox, sənin kim olmayım ya da Allah uzaq eləsin. Vay Fəzail dayı, hardasın ay Fəzail dayı? Gəl arvadını öldürdüm, sən yoxsan ay Fəzail dayı. Ay sən bədbaxtsan ay, sən bədbaxtsan ay. Ay bu yatırmış ay, mən də deyirəm bu niyə gəlmədi? Yatırmış uşaqlar bu. Bir şey deyəcəm, indi fikir verirəm. Bunu hansı usta belə ağıl eləyib bura qoyub? Paputu. Belə usta olar adamla nasıl söylərlər. Sən bu paputu deyə əməli başdı. Səncə evin qabağında belə şey olar Bilə, xam ustalardır. Bəlkə də bu düzəldir bu xiyar. İndi gedək qapıyı açaq uşaqlar. İncə yenidən nənə qalxacaq. Pedloku da istifadə elədik. Bir dənə door handle qaldı, yəni qapı qulpu qaldı. Onu da tapsam buradan qaçıram. Ay Merhabalar, ismim İbrahim Yılmaz. 14 milyon takipçim var. içər gir. Qurtuldum deyəsən. Sənin qabağında o boyda Kralosdur və sən onu tuta bilərsən. Ay Fəzail dayı, bu səndən icazəsiz başqa yerlərə gedir ha. Bax qonşunun kişisinə gedir bu dəqiqə. Qabilə girmir ha, Qabil özü girdirir ha. Sən daldan bıçaqladım. Yəni dostu daldan vurarlar deyərlər, amma dost deyiləm mən səndən. Orası da var. Sən mənim ürəyimsən, nənəmsən, nənə şübhəli. Ay bilə, qocalıq bilmirsən, yoldan əhləd olan. Tez ol yuxarıya çıx. Uşaqlar, yenə usta becərilərimi işlədərək görün, indi bu butonu nətər basacağam. Zəng. Qaqanız no 1, no 1 deyil, nişan üzrə no 1-əm mən. Çox sağ ol qaqa, sən də mənə bu qapı qol lazım idi elə safsiyəm. Danışamadım bilə. Mərmisiz hara düşürəm Mərmisiz gedirdimi özüm ölüm. Ayının gülləsi pəncəsiz deyirlər. Mən də pəncəsiz gedirəm. Yo, bu getdi. Ay bilət, Grandpa var imiş, ay bilət. Granny'yi də öldürmüşdüm safsiyəm. Bunlar niyə arxa-arxaya gəldilər? Mən bəxtimə bax sən öl. Ramo yuxarıya çıxırsan. Aldım, əla. Aldım uşaqlar. İndi qaşıma tutma oynayıram, özüməm Granny'dən. Fəzail dayı hardadır Fəzail dayı? Yoxdur burada. Gözəl. Qaçdım. Oy bilə, öldüm qaçana tən özüm ölüb. 4-cü gündə qaçdıq uşaqlar. Nə oldu la? Nə oldu? Qapıdan da qaça bildim şükür Allaha. Nə oldu? Əlbəttə ki son olacaq da qaqaş. Mən qutarmışam bu oyunu. Nəysə uşaqlar, videomuz buraya qədər idi. Ümid edirəm ki videomu xoşladınız. Videomu xoşladınızsa aşağıdan kanala abunə olub like atmayı unutmayın. Sağ olun uşaqlar. Allah'a emanet.